Evgeni Alekseyeviç Fedorovla danışırıq. Evgeni Alekseyeviç Rusiya ordusunun polkovnikidir. Evgeni Alekseyeviç İqtisad Elmləri namizədi, Rusiya parlamentinin aşağı palatasının deputatı, Dövlət Dumasının Büdcə və Vergilər Komitəsinin üzvü, Rusiya Federasiyasının həqiqi dövlət müşaviridir. Bu bizim ilk söhbətimiz deyil. Biz sizinlə çoxlu videolar çəkmişik, hardasa 18-7 il əvvəl. Və niyə bugün məhz 2025-ci ildə, bəli, bugün iyun ayı 2025-ci il sizə gəldim? Çünki sizin proqnozlarınızın və öncədən dediklərinizin əksəriyyəti doğru çıxıb. Hamısı yox, bəli, 100% deyil. Amma buna baxmayaraq, mən sizi bir çox başqa siyasətçilərlə, analitiklərlə, YouTube-da danışanlarla müqayisə etmişəm. Yəni, müxtəlif insanlarla, hamı ilə müqayisə etmişəm. Və məlum oldu ki, sizin keçmişdə o vaxt etdiyiniz proqnozların faizi çox yüksəkdir. Siz hamıdan üstünsünüz. Sizin indiki baş verən hadisələrlə bağlı çoxlu dəqiq proqnozlarınız olub. Yəni, sizin dedikləriniz ya tamamilə, ya da qismən gerçəkləşib, düzdür və ya gerçəkləşib, amma biraz fərqli formada, amma hər halda bu baş verib. Və əlbəttə, mənə maraqlıdır, sizdə bu cür qabaqcadan görmə qabiliyyəti haradandır? Axı, açıq-aşkar siz kahin deyilsiniz, düzdür? Yox, nə astrologsan, nə də başqa bir şey. Yəni, siz hansısa məntiqlərə əsaslanırsınız. Sizin sirriniz nədədir? Biz elmdən çıxış edirik. Elm həmişə sizə cavab verir, çünki elm sərt formuladır. Orada 2 üstəgəl 2 4-dür. Bizim proqnozlaşdırdığımız şeylərdə heç bir çətinlik yoxdur. Hər bir insan metodikanı mənimsəsə, biz bu halda millətlərin rəqabət elmi metodikasına, ümumiyyətlə bəşəriyyətin tarifi formalaşma prinsiplərinə, insanın yer kürəsində necə yaşamasına, insanlar, dövlətlər, millətlər arasındakı münasibətlərə əsaslanırıq. Ona görə də bu davranış algoritmində motivlər hamıda eynidir. Sadəcə məqsədlərə çatmaq üçün müxtəlif üsullar var. Buna görə də bu sahədə başı çıxanlar, ən yaxın olanlar, tarixçilər, hüquqşünaslardır. Onlar da sizə qabaqcadan bütün proqnozları verə bilərlər. Əgər siz bu elmə, bu riyaziyyata dərindən bələd olsanız, heç bir çətinlik yoxdur. Hər kəs kranı təmir etməyi bacarmır. Amma bunu bacaran santexniklər var. Bu ona görə deyil ki, onlar dahidir. Sadəcə bu işlə məşğul olurlar və bu məsələni öyrəniblər. Burada da eyni şeydir. Yəni biz millətlər arasında münasibətlərin necə getdiyini başa düşürük və bilirik ki, bu münasibətlər hansı yola gedir və nəticəsi nə olacaq. Siz nəyə əsaslanırsınız? Millətlərin rəqabəti. Bu nədir? Gəlin millətlərin rəqabət nəzəriyyəsi. Bəli. Yer kürəsində insanlar icmalar şəklində yaşayırlar. Əvvəllər bunlara tayfa, sonradan isə dövlət deyilib. İndi isə buna millət, yəni dövlət, millət deyirlər. Məsələn, heyvanlar hansısa sürülərdə, qruplarda ya da dəstələrdə yaşayırlar. Bu, onların həyat formasıdır. Və bu birləşmələr bir-biri ilə rəqabət aparır. Bu, rəqabətdir, yəni canlı mühitdə, təbiətdə olan rəqabət. İnsan da dövlətlərdə, millətlərdə və əvvəllər tayfalarda məhz bu rəqabət vasitəsilə yaşayır. Yəni, əgər biz dövləti heyvanlar aləmi ilə müqayisə etsək, bu bir növ arı pətəyi kimidir, düzdür? Bəli, arı pətəyi kimi və ya canavar sürüsü kimi. Qarışqa yuvası. Qarışqa yuvası ad seçmisiniz. Yəni, o çox kobud desək, bu qarışqa yuvasında yaşayır və başqa qarışqa yuvaları ilə rəqabət aparır. Və təkamül nəticəsində bu cür qarışqa yuvalarından bugün cəmi 193-ü qalıb. Hə? Yəni siz bütün dövlətləri saymısınız? Bəli, mütləq qeydiyyatdan keçənləri. Bəli, yaxşı oldu. Və bu millətlərin rəqabətidir. Bəli, bu millətlərin rəqabətidir. Və buradan belə çıxır ki, bəşəriyyətin bütün həyatı fasiləsiz müharibələrdir. Bu rəqabətin ən parlaq anı kimi. Baxın, istənilən tarix dərsliğini götürürsünüz və orada adətən sonda tarixi hadisələrin qısa təsviri olur. Və orada sadəcə müharibələrin siyahısı verilir. Müharibə, 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 çevriliş, devrilmə, müharibə, 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 inqilab. Bax, bu millətlərin rəqabətinin ən yüksək forması olan müharibələr şəklində cəmlənmiş ifadəsidir. Bütün müharibələr yalnız ərazilər uğrundadır. Yəni ərazi uğrunda olmayan müharibələr aralıq xarakter daşıyır. Onlar adətən o qədər də geniş miqyaslı olmur. İstənilən geniş miqyaslı müharibə, ya sərhədlərin dəyişməsi, ya da dəyişməməsi, amma o zaman hansısa ərazidən imtina olunmasının nəticəsidir. Yəni, bu heyvanlarda olduğu kimi yaşayış arealı və ya, məsələn, hansısa sürünün bu ərazini nəzarətdə saxlaması uğrunda bir mübarizədir. Yəni millətlər bir-biri ilə rəqabət aparır və
və bu ərazilərin rəqabətinin məhsuludur. Yaşamaq uğrunda. Bəli, əsasda bu heyvanlarda olduğu kimi sağ qalmaqdır, əlbəttə. Bax, tamamilə eynidir, hə. Yaşamaq uğrunda. Yəni kim sağ qalacaq, kim kimi udacaq, tabi edəcək. Kim sağ qalacaq? Amma çünki millət dediyimiz şey, bayaq danışdığımız kimi, qarışqa yuvası kimidir. Buna görə də bu fəaliyyət qaydalarıdır. İnsanlar əslində hər yerdə eynidir. İstər burada, istər İngiltərədə, istər Fransada. Amma məhz onların cəmiyyəti əslində rəqabətin o halqasıdır. Bax, cəmiyyət. Və buna uyğun olaraq ərazinin genişlənməsi bu cəmiyyətin dəyişməsinə imkan verir. Əgər başqa insanlar da bu cəmiyyətin qaydalarına uyğun oynamağa hazırdırlarsa, onları da öz içinə alır. İkinci, üçüncü nəsildə isə onlar artıq udulduqlarını unudacaqlar. Yəni milli cəmiyyətlərin sağ qalmaq uğrunda mübarizəsi, bu millətlərin rəqabətidirmi? Bəli. Yer kürəsində bütün ərazilər bölünüb. Deməli, əgər sən daha böyük olmaq istəyirsənsə, onu kimdənsə almaq lazımdır. Bəs niyə əməkdaşlıq etmək olmaz? Çünki insan varlığının, ümumiyyətlə canlı varlığın motivləri rəqabətli genişlənmədir. Bəli, yəqin ki, canavar qoyuna əməkdaşlıq edə bilər, nəzəri cəhətdən qoyunları otarıb südü ilə qidalana bilər. Amma təbiətdə belə deyil. Bu, həyatdır. Belə deyək, Allah və ya nəsə həyatı məhz olduğu kimi təşkil edib. İnsan canlı varlığı bu yanaşmaları, prinsipləri ilə canlı təbiətin bir hissəsidir. Necə ki, təbiətdə də belədir. Beyin, bu sanki o alətdir ki, insan canlısını, məsələn, pələng, canavar, ayı kimi canlılardan fərqləndirir. Onlarda da beyin var axı. Sadəcə effektivlik dərəcəsi fərqlidir. Bəli, pəncələr, dişlər, qulaqlar var, amma burada bir də güclü beyin var. Amma məqsədlər dəyişmir. Əslində, bəli. Yəni, bütün canlıların yaşama səbəbi nədirsə, insan da bunun üçün yaşayır. Bax, mən buna diqqət yetirirəm. Başa düşürsünüz? Bax, bütün canlıların yaşama səbəbi insanda isə əlavə olaraq mədəniyyət tərkibi yaranır. Bəli, bu əlbəttə ki, 1000 dəfə daha böyükdür. Nəinki digər canlılarda, bəli. Amma əslində əsasən məqsədin mənasını dəyişmir, bəli. Bu əsasın üzərində qurulan əlavə bir qatdır. Bəli, bəli. Yəni, bu özlüyündə məqsədləri dəyişmir. Xüsusilə bu millətlər arasında rəqabət mübarizəsinə aiddir. Millət daxilində ayrı-ayrı insanlar üçün imtiyazlı mövqelər ola bilər. O, şair, yazıcı ola bilər. Hamı onu sevir. Amma bu mədəni tərkibi gücləndirir. Mədəni tərkib isə millətin statusunu artırır. Millətin statusunun yüksəlməsi isə məhz həmin millətin rəqabət mübarizəsinə müsbət təsir edir. Ona görə də ümumiyyətlə millətlər öz, belə deyək, mədəniyyət xadimlərini sevirlər. Çünki geosiyasi, tarixi baxımdan görkəmli bir mədəniyyət xadimi millətin üstünlük əldə etməsi məqsədinə əsgərdən daha yaxşı çatır. Belə desək, onlar fərqli yollarla gedirlər. Əsgərin öz vəzifəsi var, mədəniyyət xadiminin öz vəzifəsi. Fərqli sahələrdir. Amma dövlət üçün əslində bu öz təsirini gücləndirmək üçün vahid bir məkandır. Hər bir böyük dövlət, xüsusilə də imperiya, yəni dövlətçiliyin növbəti mərhələsi olaraq genişlənmək istəyir. Bu əsas prinsipdir. Əsas prinsip genişlən. Sən öz yerini tutanda harada ki fiziki sərhədlərin ola bilər, məsələn, bu regionda, Avrasiya məkanında mütləq başqa bir qitəyə də əl atacaqsan. Bu prinsipdir. Eyni prinsip Sovet İttifaqında da var idi. O, ümumiyyətlə niyə qarışırdı? Dünyanın hər yerində inqilablar yaradırdı. Əfqanistana. Eyni prinsipə görə. Təkcə Əfqanistanda yox, həm də Latin Amerikasında, hər yerdə, Afrikada da. Çünki bu prinsipdir. Bu insanın və millətin rəqabət mübarizəsinin prinsipidir. Səni başqası dayandırana qədər genişlənmək. Yəni sən şişəcəksən, səni də başqa birisi, o da şişən dayandırana qədər. Və məhz bu ambisiyaların toqquşduğu an yeni sərhədlər yaranır. Dünya müharibəsi kimi kəskinləşmənin nəticəsində. İndi biz orada xaricilərlə çox ünsiyyət qura bilirik. Əvvəllər belə deyildi. Və yəni əslində hamısı normal insanlardır. Normal Almanlar, normal Hollandlar, normal Amerikalılar, onlarla rahat ünsiyyət qurursan. Onlar sənə pislik arzulamırlar. Mən də onlara pislik arzulamıram, bəli. Amma məhz dövlət, bir sistem kimi onlar ziddiyyətə girirlər. Onlar arasında müəyyən bir rəqabət mübarizəsi var. Marlənlər bir-biri ilə dost olmurlar. Bəli, amma bəs onda nə etməliyik? Əgər biz insanlar bir-birimizlə normal ünsiyyət qururuq və bir-birimizə qarşı heç bir iradımız yoxdur. Amma dövlətin iradı var, biz isə müxtəlif dövlətlərə məxsusuq. Nə etməli? Yaşamaq. Bu həyatda, bu həyatın qaydalarına uyğun yaşamaq.
Əgər siz istəmirsiniz ki, məhz sizin nəslinizdə problemlər olsun, deməli insan cəmiyyətində formalaşmış mexanizmlər var. Məsələn, banditlər. Onların da öz münasibət qaydaları var, düzdür. Bəli, onlar orada bir-birini döyür, öldürürlər, amma bununla yanaşı onların müəyyən qaydaları var. Və bu qaydalar, məsələn, onların içində bu qaydaların ritualları formalaşır. Biz bunu, məsələn, hüquq adlandırırıq. Yəni hüquqdan əvvəl rituallar var idi, sonradan onlar hüquqa çevrildi, konkret elm, sənəd formasında. Mən məsələn hüquqşünasam, hüquqi sənədlər və sair formasında, yəni banditlər bir-biri ilə mübarizə aparırlar. Amma bu o demək deyil ki, onlar hər gün bir-birinə ateş açırlar. Bu o deməkdir ki, onlar razılaşırlar. Bir-birini güllələdilər, sonra oturub itkiləri hesabladılar. Baxdılar ki, biri nə edə bilər, o biri nə edə bilər, banda olaraq və razılığa gəldilər. Bu küçənin bu tərəfində sən qarət edirsən, xərac yığırsan, o biri tərəfində isə mən qarət edirəm, xərac köşklərdən yığıram. Vəssalam, müharibə bitdi. Sonra ziddiyyətlər yığıldı. Onlardan biri düşündü ki, artıq o daha güclüdür, artıq onun 500 yox, 1000 banditi var və yenidən. Yaxud başqa bir söz. Bəli, ya da başqa bir söz. Yenə müharibə, sonra yenə razılaşdılar. Əslində insanlıq mexanizmi də belə işləyir, sadəcə buna hüquq deyilir. Yəni dünya müharibəsi, razılaşdılar. Əgər biz hüquqdan, millətlərin rəqabətindən, onun hüquq şəklində təşkil olunmasından danışırıqsa, siz indi nə etmək lazım olduğunu bilirsiniz. Yalnız Roma imperiyasının 2000 il əvvəl nə etdiyini yox, həm də indi nə etmək lazım olduğunu bilirsiniz. Başa düşürsünüz, çünki sistem bildir. Hər şey eynidir. Axırda məlum oldu ki, ümumiyyətlə hər şey eynidir. Təbiətdə də, insanlar arasında da, banditlər arasında da, dövlətlər arasında da. Hər şey eynidir. Prinsip də eynidir. Hərəkətlər də hamı da eynidir. Ona görə də əgər bu prinsipləri bilirsinizsə, həmin prinsiplər əsasında strategiya qura və nəticə əldə edə bilərsiniz.